Nazir deputatların maaşının artmasından danışdı. Gündəm xəbərin efirində 7 noyabr tarixində və bir xəbər diqqətinizə çatdırırıq. Belə ki, Azərbaycanın nüfuzu artır, beynəlxalq mövqeyi güclənir. Diplomatik nümayəndəliklərin də sayı artır. Buna görə bu sahəyə vəsait ayrılması da vacibdir. Bu sözləri Maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya, Əmək və Sosial Siyasət, Səhiyyə, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitələrinin birgə icrasında büdcə müzakirəsi zamanı deyib. Nazir deputatlar tərəfindən səsləndirilən diplomatların maaşının artırılması təklifini də cavabsız qoymayıb. Diplomatların əmək haqqının artırılması təklifinə gəlincə, bu ötən il artıb. Onların əmək haqqı Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi mexanizm əsasında həyata keçirilir deyə nazir bildirib. Qeyd eləyək ki, gündəm xəbər məhz deputatların maaşına nazirin münasibətini Yeni Sabah Aza istinadən diqqətinizə çatdırdı.